Quranda bir ayə var. İnnel hasenat yuzhibnes seyyiat. İstəyirsənsə günahlardan azad olasan, təmizlənəsən, tövbə elədin yaxşı. Bilsən neynə? Deyil, bir yol tap, yaxşılıq elə. Adamlara yaxşılıq elə, səni dua eləsinlər, günahları tez yuyub aparır. Tövbən qəbul olmağını istəyirsənsə, sədəqə ayır. Elə belə mənasız sədəqə yox. Yəni, birinin həyatından düyünü aç, birinə bir yaxşılıq elə, maşınla götür bir yerə apar, xidmət elə bir insana. O qədər yaxşı iş gör ki, məsələn, həyatından giriftarsılığı çıxsın, dursun gecə də dua eləsin ki, ay Allah sənə kömək olsun, mən bu dərdin içindəydim, sən nə yaxşı ki, mənim qabağıma çıxdın. Ürək sevindir, qəlb sevindir. Qəlb sevindir, o da ürəkdən səni dua eləsə də, heç eləməsə də, o sevincin əvəzi səni gəlib o günahları təmizləyəcək, yuyacaq, aparacaq.